1 iyun blok imtahanının informatika 84-cü sualının izahına baxırıq. Blok sxem deməli A və B-nin qiymətlərini verib, ilk öncə onları qeyd eləyək. A-nın qiyməti -4-dür, B-də isə 9-dur. Deməli, şərti yoxlayır. A kiçikdirmi 4-dən? Bəli, A 4-dən kiçikdir. Onda A-nın üstünə 2 gəlir. Eləyir, -2. B-dən isə 1 çıxır. Yəqin ki, bu çıxmadı. B-dən 1 çıxır. Qalır 8. Ondan sonra yenə yoxlayır. -2 4-dən kiçikdirmi? Bəli. Yenə üstünə 2 gəldi. 0 elədi A-nın qiyməti. B-nin qiyməti isə elədi 7. 0 4-dən kiçikdirmi? Bəli. Üstünə 2 gəldik. Buradan da 1 çıxdıq. Bu elədi 6. Bu elədi 2. Yenə yoxlayanda 4-dən kiçikdir 2. Və üstünə 2 gəldik. Elədi 4. 6-dan isə 1 çıxdıq. 5 elədi. Yoxlayır, indi 4 4-dən kiçikdirmi? Yox. Düşürük, artıq qiymətlər fərqli hesablanacaq. Deməli, B bərabərdir. Hərçənd yenə də eyni şey eləyir. B bərabərdir B-1, yəni 5-dən 1 çıxır 4. A isə bərabərdir A plus 2, 4-ün üstünə 2 gəlir 6. Sonra yoxlayır, heç nə yoxlamır daha doğrusu burada. Düşür aşağı, B-nin 1-dən böyük olduğunu şərtin yoxlayır. Bəli, B 1-dən böyükdür. O zaman yenə gedir, B-dən 1-i çıxır. B olur 3, A-nın üstünə 2 gəlir, olur 8. Sonra gedir, yoxlayır və 3 1-dən böyükdür. Yenə də gedir, 1-in çıxır, olur 2. Üstünə 2 gəldi, elədi 10. Yenə yoxlayır, B 2 bəli 1-dən böyükdür. Yenə də 1-i çıxır, 1 qalır. Üstünə 2 gəlir, 12 eləyir. Gedir, yoxlayır, B, yəni 1, 1-dən böyükdürmü? Yox. A-nın qiymətini çapa verir. Ən sonda A-nın qiyməti 12 olur.